Salam hörmətli izləyicilər və kanalımın qonaqları. Bu günləri biz döşəmə aşı hazırlayacağıq. İlk öncə yarım kilo uzun düyünü 1 litr suya islağa qoyuruq. Düyünü 3-4 dəfə yuyuruq. Su şəffaf olana qədər. 1 xörək qaşığı duz düyüyə əlavə edib qarışdırırıq. Düyü 2 saat suda qaldıqda düyünün suyunu hazırlayırıq. Aşın suyuna 1 litr su, 2 xörək qaşığı duz əlavə edirik. Su qaynadıqda düyünü içərisinə tökürük. Yarım çay qaşığı sarı kök əlavə edib qarışdırırıq. Vanxodda düyünü 25-30 dəqiqə qaynadırıq. Düyü tam bişməməlidir. Düyünün üzərinə 1 xörək qaşığı səfəran suyu əlavə edirik. Toyuq ətinin 6-7 tikəsini tikələyib, üzərindən duz əlavə edib qarışdırırıq. Yağı tavada qızdırdıqdan sonra toyuq tikələrini tavaya düzürük. İndi isə plovun qazmağını hazırlayaq. 2 stəkan un, 1 ədəd yumurta, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz və 1 dolu xörək qaşığı qatıqdan istifadə edirik. Xəmir yumuşaq, yağlı və ələ yapışmaması üçün 2 xörək qaşığı duru yağ əlavə edirik. Əlimizə yapışırsa, əlimizi yağlayırıq. 15 dəqiqə kündə qıraqda qaldıqdan sonra kündəni açırıq. Kündəni təxminən qazanımızın dərinliyi ölçüsündə yayırıq. Yaydığımız kündə nə çox nazik, nə də qalın olmalıdır. Qazma xəmiri hazırdır. İndi isə qazana 100 qram yağ atıb əridirik. Yağ əridikdən sonra xəmiri qazanın dibinə qoyuruq. Və gördüyünüz kimi bu fiqurlara bölürük. Xəmirin üzərindən düyü əlavə edib və düyünün üzərinə qızardılmış tikələri düzürük. Düzülmüş toyuq tikələrin üzərinə düyü tökürük. Düyünün üzərinə 50 qram kərə yağı qoyub qapağı bağlayırıq və 15 dəqiqə vanxodda bişiririk. Döşəmə aşı hazırdır. Siz də bu üsulla bişirin, nuş edin. Kanalıma abunə olmağı unutmayın.